Salam kanal izləyicilərim, bu videoda balaklava, yəni papaq şərfi ilk başlayanlar üçün addım-addım toxuyacağıq. Mən sizə göstərəcəyəm ki, ilmələri necə düzgün tutmaq lazımdır. Düz tutmasaq ilmələr necə görsənər? İlmələrin aralarda qalmaması üçün nə etmək olar? Sapları bir-birinə səliqəli bağlamaq üçün hansı üsul daha praktikdir? Deyərdim ki, ən əsası şərfin kənarlarının içəri burulmaması üçün necə toxumaq lazımdır? Bunların hamısını videoda aydın şəkildə cavablandırmışam. Ona görə də videonu sona qədər izləməyinizi tövsiyə edirəm. İndi isə toxunuşa keçməmişdən öncə sapın necə toxunmalı olduğunu kiçik bir versiyada sizə göstərmək istəyirəm. Sapın toxumağın əsas texnikası ondan ibarətdir ki, sapda olan ilmələri bir-birinin içərisindən keçirmək lazımdır. Sadəcə olaraq bizə sapları, ilmələri bir-birinin içərisindən keçirmək lazımdır. Bu çox sadə texnikadır. Toxumağı bacarmayan hər kəs bu üsulla, bu sapla ürəyi istədiyi hər şeyi demək olar ki, toxuya bilər. Sapları keçirdikdən sonra burada olan zincirlərin içərisindən biz ilmələr çıxardırıq. Biri var artıq. Digər ilmənin içərisindən də ilmək çıxardırıq və beləcə toxumağa davam edirik. Daha sonra buradakı ilmələrin içərisindən də sapdan gələn ilmələri keçirdirik. Sağdan sola, soldan sağa eyni qayda ilə təkrar edirik. Çox sadə bir texnikadır. Belə, indi isə videoya keçid edə bilərik. Toxumağa başlamamışdan öncə onu qeyd etmək istəyirəm ki, normal qaydada şərf hissəsini toxuyarkən, yəni düz qaydada belə toxuyarkən, belə buruldu içəriyə doğru kənarları. Bu isə heç xoşuma gəlmədi. Buna görə də mən fərqli bir üsuldan istifadə edərək kənarlarını toxudum. Bir sıradan hər iki tərəfin iki ilməsini tərs olaraq toxudum. İndi daha aydın şəkildə göstərəcəm toxumağı. Yəni bu qaydada toxuyarkən şərfin kənar hissələri içəriyə doğru burulmur. Bu daha gözəl görsənir mənim fikrimcə. İndi isə toxunuşa keçə bilərik. Əvvəlcə 52 ilməni biz qulaq hissələrini toxumaq üçün ayırıb kəsirik. Sonra isə şərf hissəsini toxumağa başlayırıq. 2 yumağı biz şərf üçün istifadə edəcəyik. İndi mən burada 52 ilməni kəsib götürürəm və ardınca toxumağa başlayıram. 52 ilməni saydım və sapı buradan və buradan kəsərək ayırıram və başlayıram toxumağa. Şərfi toxumağa 9 ilmə üzərində başlayırıq və bu 9 ilmənin üzərində toxumağa davam edirik. Bu ilmələri bir-birinin içərisindən keçirərək 9 ilməni çıxardıram zincir olaraq. 1, 2, 3, sonuncu ilməm, 9-cu ilməm və bu 9-cu ilməm digər zincirin içərisindən keçib deyə bu artıq birinci sıranın ilməsi sayılır. Daha sonra bu sapdan gələn ilmələrin hər birini burada gördüyümüz zincirlərin, toxuduğumuz zincirlərin içərisindən bir-bir keçiririk. Birini artıq keçirmişəm, bu sonuncu keçirilmiş sayılır. Daha sonra ard-arda gələn zincirlərin hər birinin içərisindən sapdan gələn ilmələri keçiririk. Buradan sapdan gələn ilməni keçirirəm. Davam edirəm. Arxadan gələn sapı da yenə buradan keçirirəm. Sonuncunu da keçirdim. Sayıram. 2, 4, 6, 8 və 9. 9 ilməni keçirdim. İlmələri düzəldirəm. İkinci sıraya keçərkən bu kənardakı 2 ilməni sadəcə olaraq
bu sapı önə gətirərək ilməni buradan salaraq toxuyuram. Ardınca onun yanındakı ilməni də öndən sapı salaraq toxuyuram. Bir daha göstərim. Sapı öndən gətirərək digər ilmənin içərisindən keçirirəm. Bunu da eyni qayda ilə edirəm. Sonra sapı arxaya çevirirəm. Ardınca gələn buradakı 5 ilmənin içərisinə sapı arxadan gətirərək keçirirəm. Hər ilmənin içərisinə sapı arxadan keçirirəm. Beşinci ilməni də aldım. İndi bu 2 ilməni də öndən edəcəm. Ona görə də sapı önə gətirirəm və ilmələrin içərisinə öndən salıram. Sonuncunu da etdim. Yenə sapı arxaya çevirirəm. Bu sırada normal qaydada sapları bir-bir arxadan önə doğru salıram. Normal qaydada hər birini arxadan önə doğru keçirirəm ilmələri. Yəni soldan sağa doğru gələrkən ilmələrin hər birini arxadan önə doğru salıram. Sonuncu ilməni də saldım. İlmələri düzəldirəm biraz əlimlə. İndi yenə sağdan sola doğru gedərkən 2 ilməni sapları öndən salaraq toxuyuram. Sapı öndən digər ilmənin içərisinə salıram. Onun yanındakını da eyni qayda ilə 2 ilməni bu qaydada toxuyuram. Davam edirəm. Yenə də 5 ilməni düz olaraq, yəni arxadan önə doğru salaraq toxumağa davam edirəm. Bir şey də qeyd etmək istəyirəm ki, biz sapları bir-birinin içərisindən keçirərkən belə düz qaydada tutub içərisindən digər sapı keçirməliyik. Əksi halda sap biraz belə buruq olsa, göstərim, ilməni belə çıxarsaq, burada burulma olar. Toxunuş zamanı da səliqəsiz alınır. Ona görə də ilmələri alarkən bu ilməyə diqqət edək və düz olaraq arxadakı ilməni onun içərisinə keçirək. Bir də onu qeyd etmək istəyirəm ki, ilmələri alarkən sapdan gələn ilmələri hər birini ard-arda digər ilmənin içərisinə keçirək. Əks halda arada bir ilmə belə qalır və digər ilməni biz içərisindən keçiririk və üst sıraya keçərkən bir də görürük ki, arxada belə bir ilmə artıq qalıb. Ona görə də ilmələri sapdan gələn, yəni ilmələri diqqətli şəkildə digər ilmələrin içərisindən keçirmək lazımdır. Davam edirik. 5-ci ilməni də keçirdim. Yenə də bu 2 ilməni sapları önə gətirərək, yəni öndən ilmələrin içərisindən salaraq toxuyuram. Sapı yenə arxaya etdim. Bu qaydada olaraq toxumağa davam edirik. Yenə də soldan sağa doğru gələrkən heç bir fərqli bir şey etmədən düz qaydada ilmələri bir-birinin içərisindən keçirirəm. Sağdan sola doğru gedərkən isə yenə də 2 ilməni sapları öndən salaraq, toxuyaraq davam edirəm. 2 ilməni toxudum.
ardınca gələn 5 ilməni isə arxadan salaraq toxudum. Sonda qalan 2 ilməni isə yenə də sapları öndən salaraq toxuyuram. Bu qayda ilə toplam 18 sıra toxuyuram. Ardınca papaq üçün olan hissəsi üçün ilmə çıxardacağım. Ona görə bu kənardakı hissəni düz qaydada toxuyacağım. Mən ora qədər toxuyub qayıdıram. 17 sıra bitirmişəm və 18-ci sırada yenə də 2 ilməni öndən salaraq 5 ilməni arxadan salaraq toxuyuram. Yenə də 2 ilməni öndən salıram. Buradan sonra toplam 22 sıra sadəcə olaraq sağ tərəfdə eyni qaydanı edəcəyik, ancaq sol tərəfdə düz qaydada toxunuşlar edəcəyik. Necə ki, soldan sağa gələrkən ilmələrin hamısını düz olaraq toxuyurduq. İndi soldan sağa gələrkən yenə də düz qaydada toxuyuruq, ancaq sağdan sola gələrkən sadəcə 2 ilməni, öndən gələn 2 ilməni sapları öndən salaraq toxuyacağıq. Göstərirəm indi. Bu sıranı tamamladım. Artıq buradan sonra ilmələrin ikisini öndən salıram. Qalan ilmələri, burada qalan 7 ilməni sapları arxadan salaraq toxuyuram. Biz bu hissəsindən kapşon üçün ilmələr çıxardacağıq. O hissəsi səliqəsiz olmasın deyə bu üsuldan istifadə edirik. Hərdən bir-iki sıradan bir ilmələri düzəldin. Davam edirəm yenə də ilmələri bir-birinin içərisinə, yəni arxadan önə doğru keçirməyə. Soldan sağa doğru gedirəm deyə hər birini arxadan önə keçirirəm. Yenə də sağdan sola gedərkən 2 ilməni öndən arxaya doğru salıram. Qalan ilmələri arxadan önə doğru salaraq toxuyuram. Bu qaydada toplam 22 sıra toxuyuram. Ardınca gələn ilmələrin hər birini yenə də uc hissəsini toxuduğum kimi eyni qaydada toxumağa davam edirəm. Onu da qeyd etmək istəyirəm ki, sıra saylarını bu arxada olan bu hissələrdən daha aydın şəkildə saya bilərsiniz. Mən 18 sıranı bu qaydada tamamladım. 2, 4, 6, 8, 10, 12, 14, 16, 18. 18 sıra eyni qayda ilə toxumuşdum və 18 sıradan sonra başladım dediyim qayda ilə, yəni ikisini burada öndən arxaya doğru saldım. Qalan ilmələrin hər birini arxadan önə doğru salaraq toxudum. Beləcə 22 sıranı buradakı 7 ilməni düz qaydada toxuyaraq, buradakı 2 ilməni sağ tərəfdən toxuyarkən öndən arxaya doğru salaraq toxuyacağım. 22 sıranı belə tamamlayıb qayıdıram. 22 sıranı da dediyim qaydada tamamladım. Yəni sadəcə bu tərəfdən sağdan sola gedərkən 2 ilməni öndən arxaya doğru salaraq toxudum. Digərlərini isə arxadan önə doğru olaraq toxumağa davam etdim. Mən toplamda arxa üzdən bu sıraları sayaraq 40 sıra toxumuşam
18 sıranı eyni qaydayla hər iki tərəfdən sağdan sola doğru gedərkən 2 ilməni öndən arxaya doğru olaraq toxumuşdum. 18 sıradan sonra 22 sıranı dediyim qaydayla təkcə bu tərəfdən eyni üsulu edərək toxudum. Yəni 40 sıranı tamamladım. İndi isə qalan sapların hamısını əvvəl göstərdiyim qaydada iki tərəfdən sağdan sola gedərkən 2 ilməni öndən arxaya doğru olaraq toxumağa davam edəcəm və şərf hissəsini tamamlayacağım. Daha sonra kapşon hissəsini toxumağa davam edəcəm. Burada sizə onu göstərmək istəyirəm ki, sap bitərkən necə bir-birinə birləşdirmək lazımdır. Sonuncu burada qalan ilməni də toxuyuram və artıq burada sap bitib. Qalan ilmələri digər tərəfdən gələn, sapdan gələn ilmələri keçirərək davam edirəm. Daha sonra arxada olan iki tərəfdə qalan ilmələri bir-birinə tikəcəm. Bu sıranı bitirim, daha sonra sizə göstərim. Baxın, burada qalan ilmənin sapını və buradakı sapı tam uc hissəsindən demək olar bir-birinə tikirəm və kəsirəm. Bəzi videolarda, bəzi yerlərdə deyirlər ki, sapları belə bir-birinə düyüm salın, daha sonra kəsin. Məncə elə olarkən artıq bir iş olur. Həm sap burada kobud qalır, düyüm salınır, burada kobudluq yaranır. Həm də daha sonra biz yenidən orada qalan artıq yerləri kəsməli oluruq. Çünki belə çıxıntılar olur və onlar bəzən belə ilmələrin arasından çıxır və kənardan kobud görsənir. Ona görə də mən bu üsuldan istifadə edirəm. Yəni heç birini kəsmirəm və yaxud da düyüm salmıram. Qalan burada olan kiçik hissəsini tam uc hissəsindən belə tam demək olar bitiş yerindən, ilmələrin bitiş yerindən bir-birinə tikirəm və artıq qalan yerlərini kəsirəm. 2 yumağım bitənə qədər toxudum və şərf hissəsini tamamladım. Toplamda bu arxa üzdə olan bu hissələri sayaraq 89 sıra getmiş oldum. İndi isə baş hissəsini bağlayıram. Sapım burada bitib. Ona görə də digər tərəfdən bu tərəfə doğru ilmələri bir-birinin içərisindən keçirirəm. Sonuncu ilməni də keçirdim. Bu artıq qalan hissəni buradan, ortadan və buradan kəsirəm. Daha sonra bu ilmənin içərisindən keçirirəm. Və bu sapı arxa üzdən içərdə gizlədərək eyni rəngdə sapla iynə ilə tikirəm. Beləcə şərf hissəsi tamamlandı. İndi isə keçirik kapşon hissəsini toxumağa. Şərfi toxumağa başlayarkən əvvəlcə kənarları fərqli üsulda etmişdik. 18 sıra, daha sonra 18 sıradan sonra 22 sıranın bir tərəfini eyni qaydada edib, digər tərəfini düz qaydada toxumuşduq. İndi biz buradan 18 sıranı uc hissəsindən 18 sıranı sayırıq. Mən yerini qoymuşam, sizin üçün bir daha sayıram. Buradan kənarlarda olan hissələrdən 2, 4, 6, 8, 10, 12, 14, 16, 18. 18-ci sıranın başından buradan işarətləyicimi qoymuşam. Ardınca 22 sıra, 22 ilmə saymışam və tam 22 sıra bitib 23-cü sıradan yenə də işarətləyicimi qoymuşam. Yəni bu iki işarətləyicinin ortasında 22 sıra var. Bunlar sayılmır. Biz bunlardan yox, onun yanındakı ilmələrdən ilməklər çıxardacağıq. İndi birinci ilməni bu işarətlədiyim yerin tam yanından çıxardıram.
eyni yerdən bir ilmə daha çıxardıram. Yəni bir yerdən 2 ilmə çıxartmış oluram. Daha sonra burada olan bu kiçik yeri də arxa üzdən tikəcəm. Davam edirəm. Yanında gələn 2 ilmədən hərəsindən bir ilmə çıxardıram. Bir, iki. Arda. Daha sonraki yerdən yenə də 2 ilmək çıxardıram. Bir, iki. Yenə də arda gələn hər ilməyin içərisindən bir ilmək çıxardıram. Daha sonra onun yanında gələn yerdən 2 ilmək çıxardıram. Yəni 2 ilmək artırma etdim. Bir toxudum, yenə də bir artırma etdim. Yenə də bir ilməyi toxudum, bir artırma etdim. İndi isə davam edirəm bu işarətlədiyim yerə qədər eyni qayda ilə ilmələri çıxartmağa. İlmələri çıxartdım. Toplamda burada 30 ilmə oldu. Çıxartdığım ilmələrin toplam sayı 30 ilmə oldu. İndi isə bu ilmələrin hər birinin içərisindən sapdan gələn ilmələri bir arxadan önə doğru çıxardıram. Yəni düz qaydada hər birini arxadan önə doğru çıxardıram. Sağdan sola doğru gedərkən də arxadan önə doğru ilməkləri çıxardıram. Soldan sağa gələrkən də eyni qayda ilə ilməklərin içərisindən digər sapdan gələn ilməkləri çıxardıram. Toplamda 7 sıra bu qaydada, düz qaydada toxuyuruq. 7-ci sırada artıq bu saplar, belə ilməklər boş qalmış olacaq. İndi mən dediyim qaydada 6 sıra toxuyuram və 7-ci sıradakı ilməklər boş qalana qədər toxuyub qayıdıram. Deyəcəksiniz ki, bu qız gəh 6 sıra dedi, gəh də 7 sıra. Bunu nəzərdə tuturdum. Baxın, 1, 2, 3, 4, 5, 6 sıra hörüyü var və 7-ci sıranın ilməkləri çöldə qalıb. İndi isə İki tərəfdən də 10 ilməni biz toxuyacağıq. Daha sonra gələn ilməkləri belə çapraz şəkildə bir-birinin üzərinə qoyub əks etmədəcəyik. Kapşonun arxa hissəsi daha oval görsənsin deyə. İndi bu kənardan 10 ilməni toxuyuram mən. ilməni toxudum. İndi isə ardınca gələn 2 ilməni bu sağ tərəfdəki olan ilməni sol tərəfdəki olan ilmənin üzərinə qoyuram və ikisinin ortasından sapdan gələn ilməni keçirirəm və burada əks etmiş oluram. Ardınca gələn 6 ilməni düz olaraq, yəni arxadan sapı salaraq toxumağa davam edirəm. Bir, 2, 3, 4, 5 və 6. Buradakı 2 ilməni də yenə eyni qaydada edəcəm. Ancaq burada soldakı ilməni sağdakı ilmənin üzərinə gələcək şəkildə edirəm və sapdan gələn ilməni içərisindən keçirirəm. Davam edirəm buradakı 10 ilməni yenə də eyni qaydada toxumağa. Sıra sonuna qədər toxudum. İndi isə qayıdıram sağ tərəfə doğru. Soldan sağa doğru gələrkən burada əks etdiyim yer var idi, hansı ki bura qədər yenə də eyni qayda ilə toxuyuram.
çatdım həmin yerə. İndi yenə də bu ilmənin üzərinə soldakı ilməni sağdakı ilmənin üzərinə qoyuram və ilmənin içərisindən, iki ilmənin içərisindən sapdan gələn ilməni keçirirəm. Yəni sağ tərəfə doğru burada əks etmiş oldum yenə. Davam edirəm yenə burada əks etdiyim yerə kimi düz qaydada toxuyuram. O əks etdiyim yerin yanında bir ilmə də saxlayıram. İndi bu ilməni, sağdakı ilməni soldakı ilmənin üzərinə gələcək şəkildə qoyuram və içərisindən ilməni keçirirəm. Yenə buradakı 10 ilməni sağa tərəf toxuyuram, ardınca yenə də sol tərəfə doğru toxuyub qaydıram. Dediyim qayda ilə toxudum. İndi yenə də sağ tərəfdəki ilməni, bu əks etdiyim yerdəki ilməni sol tərəfdəki ilmənin üzərinə qoyuram və içərisindən yenə də bir ilməni keçirirəm. Ardınca burada qalır 2 ilmə. 2 ilmədən sonra burada da yenə eyni qayda ilə əks etmə edəcəm. Bu 2 ilməni də toxuyuram. Buradakı ilmələri də soldakı ilməni sağdakı ilmənin üzərinə gətirirəm və içərisindən bir ilmə keçirirəm. Yenə bu 10 ilməni sola doğru düz qaydada toxuyuram. Ardınca sağa doğru bu əks etdiyim yerə kimi toxuyub qaydıram. Dediyim qayda ilə toxuyub qayıtdım. Yenə də soldakı ilməni sağdakı ilmənin üzərinə gələcək şəkildə qoyuram və hər ikisinin içərisindən ilməni keçirirəm. Ardınca gələn 2 ilməni də sağdakı ilməni soldakı ilmənin üzərinə gələcək şəkildə qoyuram və içərisindən ilməyi keçirirəm. Bu 10 ilməni də sağa doğru toxuyuram və sola doğru toxuyub bu kəsmə olan yerə qədər bitirib gəlirəm. Bu sıranı tamamlayıram. Üst sırada bu kəsmə etdiyim yerə qədər toxuyub qaydıram. Dediyim qaydada toxudum və sonda burada olan 2 ilməni, bu çapraz gələn 2 ilməni üst-üstə qoyuram. Sonuncu dəfə əks etmə edirəm, içərisindən ilməni keçirirəm. Və sıra sonuna qədər toxuyuram. Kapşonu bitirmiş oluram. İndi isə kapşonu tərsinə çevirirəm. Bu artıq qalan sapı kəsirəm buradan. Bu ilmələri bir-birinin içərisindən keçirirəm. İlmələri bir-birinin içərisindən keçirdim. Burada oldu mənim 11 ilməm. İndi yenə də burada olan ilmələri bir-birinin içərisindən keçirirəm və artıq kapşonun baş hissəsini bağlayıb bitirirəm. Bu sonuncu qalan ilməni də bu hissədə qatlayaraq eyni rəngdə olan sapla tikəcəm, görsənməyəcək. Burada qalan sapı da eyni qayda ilə tikəcəm.
Bu isə kapşonun kənardan görsənən hissəsi. Eləcə kapşon hissəsini də tamamladım, şərfini də tamamladım. İndi isə qulaq hissəsini, qulaqlarını toxuyuruq. Birini mən artıq toxumuşam, hazırdır. Birini isə sizinlə birlikdə edəcəm. Əvvəl kəsib götürdüyümüz 52 ilmə var idi. Onun 3 ilgəsini açıram. Ardınca 5 zincir alıram. 1 2 3 4 və 5. Birinci ilməm var burada. Ardınca gələn yerə 2 ilmək alıram. Daha sonra gələn yerə 1 ilmək alıram. Sonraki yerə yenə 2 ilmək alıram. Sonuncu yerə isə 1 ilmək alıram. Toplamda 2, 4, 6, 7 ilmə oldu burada. Üst sıraya keçərkən bu ilməni toxumadan saxlayıram. Ardınca gələn 1, 2, 3, 4, 5 ilməni toxuyuram. 1 2 3 4 və 5. Daha sonra yenə bu ilməni toxumuram. Buradakı 3 ilməni toxuyuram. 1 2 və 3. Sonuncu sırada bu ortada olan bir ilməni toxuyuram. Sapı kəsirəm ortada. İndi isə bu kənardan, bu sapın olan yerdən yox, bu kənar hissəsindən ilmələri bir-bir digərinin içərisindən keçirirəm. Bu sapı içəridə gizlədəcəm daha sonra. Sonuncu ilməni də keçirdim və bu ilmənin içərisindən bu artıq qalan sapı keçirirəm. Bu düz üzü içəriyə qıvırıram, bu tərs üzü tikəcəyik. Bu artıq qalan sapı da buradakı altdakı ilmələrin içərisindən keçirirəm və büzürəm. Sapı dartıram və qulaq artıq hazırdır. Bu qulaqları daha istədiyimiz yerdən, ürəyimizə harı xoşdursa, oradan bu saplarla tikirik. Yəni bu hissələrdən tikirik. Qulaqlarını da tikdim, birləşdirdim. Ön hissəsindən 1, 2, 3, 4 hörük sırasından, sonra gələn 5-ci hörük sırasının 2 ilməsinin üzərindən tikdim. Arasında 3 hörük saxladım. Ardınca yenə də 2 hörüyün üzərindən digər qulağı da tikdim. Videoda qeyd etdiyim kimi kənarlarda qalan sapları da iğnə sapla bərkitdim. Heç yeri də qalmadı, izi də qalmadı gördüyünüz kimi. Beləcə videonu izlədiyiniz üçün hər birinizə təşəkkür edirəm. Hardasa başa düşmədiyiniz yer varsa yenə də mənə deyə bilərsiniz. Yorumlarda yazın. Bacardığım qədər cavablandırmağa çalışacağım. İstəsəniz bu qulaqları olmadan da istifadə edə bilərsiniz. İndi isə hər birinizə təşəkkür edirəm. Sağ olun, sağlıqla qalın.